Yusabbitullahul-lezine amenu bil-kavli-sabiti fil-hayati-dunya. Allah Teala iman edenleri sabit bir kəlmə üzərində həyatda onları möhkəm saxlayacaq. Və fil-axirə və axirətdə də. Axirətdə yəni qəbirdə. Çünki qəbirdə bizdən soruşacaqlar ki, Rəbbin kimdir? Sənə göndərilən kitab nə idi? Sənə göndərilən kişi kim idi? Bəziləri var deyir ki, qəbirdə soruşacaqlar ki, Rəbbin kimdir? Rəbbin kimdir? Deyəcək ki, adım Hüseyndir. Deyəcək, ya, Rəbbin kimdir? Deyəcək, adı Hüseyndir. Bunu sən haradan işitmirsən? Sən bunu harada görmürsən? Qəbirdə idin, yoxsa? Bunu yalnız Peyğəmbər xəbər verə bilər. Peyğəmbər də belə xəbər verməyib. Quraqdan bir dənəsi çıxacaq, elə bir ki, cimin kinosudur. Deyəcək ki, mələyə deyəcək. Mələyə deyəcək ki, görmürsən, deyir adım Hüseyndir, onu çox şey eləməz, sıxma. İnanırsınız belə şeylər. Mələklər, izah eləmək baxımından deyirəm, mələklər sanki bir proqram yüklənmiş məxluqlardır. Allah Teala onlara deyib ki, get filan şeyi soruş, filan cavabı aldın sağ tərəfə, filan cavabı vermədi sol tərəfə. Yəni, gəlib soruşur, Rəbbin kimdir? Sən Allah. Peyğəmbər kimdir? Muhammed. Göndərilən kitab nədir? Quran. Mələk bu mərhələdə səni aparacaq bir yerə. Oradan o tərəfə oranın mələkləri var. Hərəsinin öz işi var. Mələk belə şey bilmir. Adı nədir? Hüseyin. Bu, belə şeydən mükəlləf olmayıb olar. Aydındır? Və ya məsəl üçün, bəzilər deyir ki, bəzi əqidələr deyir ki, Peyğəmbər əli olmalıydı. Yəni, Cəbrail çaşdı, gəldi Məhəmmədin yanına. Yəni, mən həmişə deyirəm, konum düz atılmamışdır. Yəni, necə yəni? Mələk çaşdı, gəldi. Yəni, düz atmamışdılar şeyi. Hələ şey, bu iftiradır. Bu mələklər, Peyğəmbər, bu Allaha iftiradır. Yəni, mələklər konumla deyil ki, 5 metr dalı qabağa olsun. Peyğəmbər, onlar mükəlləfdirlər. Onlara deyirlər, ged Muhammədə. Filan yerdə ged tap onu. Filan yerdə filan. Ölüm mələyi. Filan yerdə ged canını al. Bir dəqiqə gedişə bilməz. Bir dəqiqə. Gəldisə fəsə gedməlidir. Ölüm gəlməyibsə, istəyirlər ən əzəmətli bir qəzaya düşsün, ölməyəcək. Onu qoruyan mələklər hələ əllərin o adamın üstündən çəkməyiblər. Ölüm mələyi oraya yaxınlaşa bilməz. Artıq Allahdan gələn əmri ölüm mələyindən o mələklər bildiyi halda artıq o adamdan çəkilirlər. Ölüm mələyi gəlişini görür. Ona qədər mümkün deyil ölüm mələyi yaxınlaşsın.